Allah Teala Quran-ı Kərimdə bildirir bu günahın bağışlanmaz günah olması haqqında. Elə bir günahdır ki, Allah Teala bütün günahları bağışlaması barəsində bildirir, lakin bu günahın bağışlanmaz günah olduğunu da qeyd edir. Allah Teala buyurur ki: "İnnallaha la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha." Allah Teala buyurur ki, şübhəsiz ki Allah ona qoşulan şəriki bağışlamaz. Lakin ondan başqa olanı isə istədiyinə bağışlayar. Fikir verin ayətin əzəmətinə. Ayədə qeyd olunan Allah Teala bildirir ki, Allah özünə qoşulan şirki, ortaqlığı heç zaman bağışlamaz. Allah bu ayədə açıq aydın bəyan edir ki, kim Allahdan başqasına üz tutarsa, Allahdan başqasını köməyə çağırarsa, Allahdan başqasına yönələrək imdad diləyərsə, Allahla qarşılaşanda Allaha ortaq qoşmuş halda qarşılaşacaq. Allah qorusun. Ona görə də insan qəlbində bu günahdan qorxu hissi olmalıdır, daimi. Təsəvvür edin, peyğəmbərlər bu günahdan Allaha sığınıblar. Salihlər, qəlbində imanı yüksək dərəcədə olan kimsələr. Çünki əziz qardaşlar, möhtərəm müsəlmanlar, əgər bir insan Allahın haqqını pozarsa, Allaha aid olan, Allaha xas olan sifətləri Allahdan başqasına yönəldərsə, bir mənalı olaraq Allahla qarşılaşanda Allaha ortaq qoşmuş halda qarşılaşacaq. Ən ağır günahdır, ən təhlükəli günahdır.